Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah. Esselamu aleykum möhtərəm müsəlmanlar, əziz izləyicilər. Bu videoda danışmaq istədiyim mövzu qurban kəsməyin hökmü haqqındadır. Bir qism alimlər qurban kəsməyin hökmü haqqında, xüsusilə də Əbu Hənifə rahiməhullah imkanı olan kəs üçün qurban kəsməyi vacib hesab etmiş, bir qism alimlər isə təkid olunmuş sünnələrdən hesab etmişlər. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə əmr edərək bu haqda belə buyurur. Fəsalli li rabbika vənhər. Rəbbin üçün namaz qıl və qurban kəs. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə belə buyurur. Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim namazgahımıza yaxınlaşmasın. Sanki Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyir ki, kim vacib olan bu əməli imkanı olduğu halda tərk etmişsə, onun bizim namazgaha yaxınlaşmasında da bir fayda yoxdur. Həmçinin Cundub ibn Sufyan Əl-Bəcəli radiyallahu anhu rəvayət edir ki, bayram günü Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Kim bayram namazından öncə qurbanını kəsmişsə, onu yenidən bir qurban kəsməklə əvəz etsin. Həmçinin kim də qurbanını kəsməmişsə, qurbanını kəssin. Yəni bayram namazından sonra qurbanını kəsməyən insan qurbanını kəssin. Bu hədislər həmçinin ayə bizə onu göstərir ki, imkanı olan kəs üçün qurban kəsmək vacibdir. Həmçinin son qeyd etdiyim hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm qurban kəsməyin vaxtına da toxunaraq deyir ki, namazdan öncə qurban kəsən insan yenidən bir qurban kəssin. Yəni, artıq namazdan öncə kəsdiyi qurban sayılmır. Və bu nöqtəyə nəzərən biz bilməliyik ki, bir qism insanlar var, bayram namazından öncə, hətta bir gün öncə inək və ya dana kəsirlərsə, deyir ki, çatdıra bilmirik. Ona görə öncədən kəsirik. Onlar bilməlidir ki, onların qurbanları sayılmır. Və ona görə də səbirli olmalı, bayram namazından sonra qurbanlarını kəsməlidirlər. Həmçinin yaş məsələsinə də keçən dəfə toxunduq, amma yenidən toxunmağa ehtiyac var. Bəzi insanlar həmçinin deyir ki, 2 yaşı tamam olmuş inək və ya dananın çəkisi çox ağır gəlir. 7 nəfərə böldükdə hər bir insan üçün çəkisi çox ağır olur. Və ona görə də inək və ya danaların çəkisi az olanı seçirlər, yaş məsələsinə çox da diqqət yetirmirlər. Onlar da bilməlidir ki, əgər kəsdikləri heyvanların yaşı Peyğəmbər sallallahu aleyhi və səlləmin qeyd etdiyi yaşlardan aşağıdırsa, onların qurbanları da sayılmır.